Salam dostlar, hamıya vaxtınız xeyir olsun. Hər videomu açanda belə salamsız, kəlamsız açıram dedim, qoy bu səfər salamdan başlayayım. Çünki düşünürəm ki, başqa bir video əlavə eləyərəm başlığına, sonuna, orada salamlaşaram, orada sağollaşaram. Axırda elə o şey elə paylaşası olam. Üspət eləyəmirəm yəni salamlaşmağa sizlə. Bu gün sizlə bir də resept paylaşasıyım. Düz o resepti hazırlamışıq, konuşuq, artdı. Hal-hazırda uşaqlar evdədirlər, bilmirəm, biraz tez götürmüşəm bağçadan. Əsra'nın burnu axırdı, mənim də ki, biraz tez gəl götürüb. Kinosudan geyib götürüb gəlmişəm. Tən səfər sizlə keks resepti paylaşmışdım, hansı ki 5 dəqiqəyə hazır olur deyə. O reseptin içərisinə damla şokoladlar olur, xırda-xırda. Onlardan əlavə eləmişəm, çox dadlı oldu, yəni aşırı dadlı oldu. Elə də dadlı idi, amma belə ekstra bir dadlı oldu. Siz də bu şəkildə əlavə eləyə bilərsiniz və yaxud damla şokoladı yoxdursa, ayda istəyir çişmiş, bəyək sonra dadını axtarım. Çişmiş və yaxud qoz, fındıq da əlavə eləmək olar. Xırda-xırda doğrayıb, qoz fındığı təbii ki. Onda da fərqli bir dad əldə eləyə bilərsiniz. Və uşaqlar çox xoşlayırlar da. Mən uşaqlarım xoşlayırlar deyə düşünürəm ki, bütün uşaqlar xoşlayırlar belə. Həm də ki, əziyyətsizdir. O videonun linkini yenə bu aşağıya qoyaram. Axtaranlar tez tapsınlar, nədən bəhs edirəm, bilin. İndi hələ ki, gəlin sizə başqa bir asan resept paylaşım. Sonra bir videonun ardını təcələsdim. Yəqin ki, tvorog'un nə qədər faydalı olduğunu xüsusilə uşaqlardan ötürü deməyimə gərək yoxdur. Amma mən uşaqlara tvorog'u adi şəkildə qabaqlarına qoyanda yemirlər, Ayda da yemir, hamısını tökür. Əsra'nın ki, vapşı ümumiyyətlə yemirlər, xoşlamırlar, bəyəmirlər, pendir falan yeyirlər, amma tvorog'u qətiyyən əsla yemirlər. Amma belə zapekankanı, sırnikləri xoşlayırlar. Ona görə bugün qərar verdim ki, qoy tvorog'dan zapekanka hazırlayayım. Çünki asker zapekankanı daha çox sevir, nəinki sırnik. Düzdür, bənzəyirlər, amma zapekankanı daha çox xoşlayır. Ona görə də qoy onu hazırlayayım. Həm də sırniki biraz hazırlamaqdan ötürü vaxt lazımdır deyə. Amma zapekanka hamısını bir yerdə hazırlamaq olur deyə qərar verdim. Zapekanka hazırlayaq. Bir yerdə bişirək sizlə. Sizin də uşağınız əgər yemirsə belə tvorog falan daha faydalı bir şeylər yedirmək istəyirsinizsə tatlı qismində, yəni belə şokoladlı şeylərdən əlavə, kekslərdən əlavə daha faydalı bir şey şirniyyat istəyirsinizsə bunu hazırlaya bilərsiniz. Gəlin bir yerdə hazırlayaq. Deməli mən burada götürmüşəm tvorog, hər hansı birindən istifadə edə bilərsiniz, fərqi yoxdur. Üzərinə yumurta sındırıram. Daha sonra üzərinə manna əlavə edirəm, manna tozu. Birazcık tuz, biraz vanil, şeker tozu ve son olarak smetana əlavə edirəm. Blenderdən hamısını yaxşı-yaxşı əzirəm. Qarışım hazırdır bu şəkildə. İndi bişirəcəyim qabı çıxardıram. İçərisini biraz yağlayıram və qarışımı bura əlavə edirəm. Üzərini bu şəkildə lapatka yardımı ilə biraz səliqəyə saldım. İndi qoyuram 160 dərəcəli sobada üzəri qızarana qədər pişməyə. Zapekankamız hazırdır, gördüyünüz kimi hal-hazırda qaynar vəziyyətdədir. Üstü bu şəkildə belə qızardı və sobadan götürdüm. Deməli, mən də 160 dərəcəli sobada təxminən 45 dəqiqə hazır oldum. Siz yenə üstü bu şəkildə belə qızaranda götürə bilərsiniz. İndi gözləyirəm bu şəkildə qabda soyusun, ondan sonra qabdan çıxardasıyım. İlk zapekanka Ayda xanım dadına baxır, çünki ağlayıb burada. Ağladı, mənə qoymadı çəkməyə, ona görə də kusura baxmayın. Bu səfər Ayda xanım prob eləyəsə və yedəkində qoyur ağzına. Ayda, qoy şey, otur, otur ki. Gözlərin yaşına. Vkusna! Ne oldu? Oxu göz uyacaqdım. Vkusna! Verdik. Odmatçı verim ama danışma. Bir de biraz istedi. Dayanmadı işte gün soysun. Ağzı oldu. Ya üzüyüm astı şeyi. Topuş oldu. Вкусно? Вкусно? Değil, yiyemse вкусно da. Verim.
Onu deyim ki, şəkər tozunu az tökdüyümüzə görə çox belə şipşirin olmayıbdı. Üzərinə bunun bal əlavə eləyib yemək olar. Bu şəkildə saxlasaz, yox daha şirin olmağını istəsəz, şəkər tozu miqdarını artıra bilərsiniz. Bu arada bütün resept videolarımda işlətdiyim ərzaqların miqdarı videonun aşağıda açıqlama qismində tam aydın bir şəkildə qramı ilə qeyd olunur. Yəni ora nəzər salmağı unutmayın. Bizdən hoşlanırıq belə aydınla. Aydan boş qabından yerə qoymuşuq, yerdə oturmuşuq, yeyirik. Can, güya yeyirdi. Güya yeyir. Yavaş batır da, elə bık yox, saldı. Özdə normal başlayıb yerə bir şey düşmür. Əli ilə almır, hal-hazırda alır da əli ilə. Normalda əli ilə almır. Belə ağzını uzaldır, ağzını alır. Hər yeri yalayır o pişib, evin hər yerini. Sonra diyor, ay xəstələndi, nə qədər hasta xəstələnməyib. Aha, o alt hissəsində, orasını yemə, ala bunu ye. Biraz qəşəkdir. Gəlin sizə buradan belə göstərim. İçərisində çiğ qalmaydı, gördüyünüz kimi. Çox qəşəng bişitdi və yapışma da olmaydı bu hissədə. Mən belə bu lopatka yardımı ilə çıxartdım ki, rahat çıxsın, dağılmada olmasın. Çox qəşəng çıxdı. Uca bir nəfərin endorfinləri artıqda oxuyur gördüyünüz kimi. Siz də hazırlayın uşaqlardan ötürü həm çox tez hazırlanır, həm də çox faydalıdır. Hazırlayasaq olsanız videonun aşağı qisminə fikirlərinizi yazırsınız. Yorumlarınız məndən ötürü çox önəmlidir. Hazırlayacaq olanlara nuş olsun. Dostlar, sizdən bir konu barədə məsləhət almaq istəyirəm. Deməli, biz bu ərəfələrdə artıq birinci həftədəki vlog paylaşmam evlə bağlı. Çünki fasada eləyirdilər, dediyim kimi, və bu fasadı eləmək bizim bayağı bir əsəb sistemimizdə həqiqətən gərginləşdirdi. Çünki fasada başlayandan sonra iyun ayındadır, iyun ayında yox, yəni fasada başladıq və iyun girişdi ki, yağış yağır və birinci sloyu yudu, apardı, yağış elədi. Bütün əsəblərimiz həqiqətən korlandı. Yəni çox ətraflı danışmaq istəmirəm bu barədə. Sizin də əsəblər olsa oynatmaq istəmirəm. Çünki bizimki əməli başlı oynayırdı bu ərəfələrdə. Yəni hər gün hisslərin o təsəvvürü gəlir. Hər gün bir şey baş verir və adam istər-istəməz əsəbləşmə dönəminə girmiş bulunmaq yox demək olar. Hər nəysə. Deməli bu fasadı göstərərəm sizə. Təzə-təzə hələ kənarlarındakı bu dəmirləri falan sökürlər eləyirlər. Oranda sizə göstərəsiyəm və gəndə çəkəndə getmək də istəmirəm. O qədər hisslənirəm ki, hər dəfə gəndə ustalar bir dənə problem deyir. Ona görə getmirəm, baxır, elə yolunu ötəndə qıraqdan baxıram, filan ki, hər axşam gəlir yenə qaşqa vaxtı, yenə filan şey yoxdur, yenə feşmaşı, sən Allah mənə danışmaq, mən də hisslənirəm. O bişim geyəndən sonra çəkib sizə qoyasıyam. Məsləhət almaq istədiyim nədir? Qoyundan danışım sizə. Biz bu aralar artıq demək olar fasadda bitəndən sonra demək olar evin təmir işi, təmir qismi bitir. Və bundan sonra başlayır. Dediyim kimi bu plənkənlərin kənarına gətirib qoymalıdırlar. Artıq hazırlayırlar. Onda hərdəsə bir ay sonra gətirərlər yəqin ki, belə tez bir müddətə hazır olmayasıdır. Ondan sonra biz artıq kuxna mebelinə baxmağa başlamışıq. Bildiyiniz kimi bir neçə müddətdə artıq bir aydan çoxdur ki, baxırıq. Fərqli yerlərdən təkliflər falan alırıq. Axır ki, bir dənə normal bir qiymət deyən oldu. Çünki bizdə, yəni kuxna, mətbəx biraz böyükdür, düzdür. Amma üstü şkaflar yoxdur. Üstü şkaflar olmamağına rəğmən təsəvvürünüzə gətirin 2 milyon yarım deyilən yerlər var idi. Belə ötən səfərki vloglardan birində yazmışlar, məsələn, məsləhətli yerlər arasında o qiyməti verənlər oldu bizə. Bu da bizim, yəni, büdcəmizin çox üstündədir. Yəni 2 milyon yarıma kuxna olan şey deyil. Onlar bəkəmdə, amma bizə uyğun deyil o qiymət. Yəni ona görə də bir ara düşündük ki, eləməyək, bəkəm köçməyək və 2 milyon yarımda da cəmaət 2 milyon yarıma Azərbaycanda ev tikir. Diri gözlü, yəni söz nəsil mənasında kuxnaya verilməz o pul. Həmçinin dediyim kimi bizim üst şkaflar belə yoxdur. Evin hündürlüyü biraz hündürdür, amma üst şkaf yoxdur, yəni sadəcə bir hissədədir. Digər yerlər açıqdır. Yəni bizə elə gəldi ki, absurd bir qiymətdir. Ona görə də belə fərqli yerlərə baxdıq. Çox sağ olsunlar, burada sizin aranızda yazanlar da oldu. Onlarla da əlaqə saxladıq.
Axı ki, bir normal bir yer tapmışıq, normal bir qiymət deyən, yəni keyfiyyəti də olan, çox şükür, çox sevincliyik buna görə. Yəqin ki, onlarla anlaşasıyıq və anlaşsaq təbii ki, artıq mebel işləməyə başladasılar. Onlar da deyiklər ki, zaten indi sifariş versəz sentyabrın ortasına, axırına, yəni gətirəsilər, quraşdırasılar. Bu da yəni uzun bir müddətdir. Və bu müddətdə biz düşündük ki, onun sifarişini verəndən sonra biz artıq belə ev texnika şeylərinə baxmağa başlayaq ki, bilək ki, tam dəqiq ölçülərimizi bilmiş olaq da. Məsələn, təxmini olaraq yazmışam da, bütün internetdə ələf-vələh eləyib, nə bilim, duxovka nə boyda olan şeydir, mikrovalovka nə boyda olan şeydir, bu şkafın içərisinə daxil olan şeylər olduğuna görə. Həmçinin soyuducunu da o şəkildə, yəni üstü bağlı şkafın içərisində istəyirəm deyə. Bunların hamısı, yəni öyrənmək lazımdır ki, ölçüsü dəqiq nə qədər olasıdır. Buna görə də qərar vermişik ki, belə texnikaya baxaq. Əslində Xayerə baxırdıq. Bir aralar baxdım mən Xayerin şüşlərlə. Amma məndən ötürü Kuxnada ən vacib olan bir duxovkadır, bir də soyuducu. Ki, ona görə soyuducu böyük olmalıdır. Çünki ailə olaraq yəni böyüyük və indi evimizdə olan soyuducu çox balaca deyil, amma bəs də eləmir bizə və 5 nəfərlik ailəyə görə. O görə maksimum soyuducunu böyük götürmək istəyirik. 2 qapılı yox, tek qapılı lazımdır bizə. Çünki dediyim kimi divarın birində yerimiz azdır, başqa bir fişimiz var həmin divara. Tek qapılı istəyirik, amma böyük ölçülü olsun. Yenə dediyim kimi içərisi geniş olsun və hündürlüyü daha geniş olsun. Və Xayerdə hal-hazırda əldə yoxdur biz istədiyimiz modeldən, bilmirik nə vaxt gələsidir. Və sobaya da baxdım, mən Xayerinkini bəyənmişdim. Onlayn şəkildə baxdım, bəyəndim birini. Yəni o kriteriyalarıma uyur dedim. Sonra getdim canlı baxdım mağazada və bu örtülmək qismi mənə xoşuma gəlmədi. Örtüləndə buraxırsan tak eləyir, yəni ki, dəyir. Və bizim evdəki də hal-hazırda nədir heç bilmirəm, adını deyim ki, oxuya bilirəm, amma açıq-sız görmürəm də. Açıqını taxıb baxdım, bizim evdəki Samsungdur. Bişirməsi falan yaxşıdır, amma bu özünü təmizləmə funksiyası falan yoxdur. Bir də qapağını açanda lank deyə düşür yəni. Sına bilmə ehtimalı var. Yəni düzdür, çox vaxt ehtiyatlı açıb örtməyə çalışıram da, amma istər-istəməz birdən ələ aldığım nəsə bir şey qaynar olanda və yaxud tuta bilməmə ehtimalı olanda nə təsir də. İndi 8 ildir yaşayıram, 8 ildir tez-tez işlədirəm demək olar. İldə ayda bir dəfə başa gəlmiş olur. Deyirəm, lank deyə düşür. Yəni o düşmə şeyi mənim xoşuma gəlmir. Avtomatikləri var onun. Yəni buraxırsan özü yavaş-yavaş düşür və yaxud dayanır durduğu yerdə, düşmür lank deyə. Sına bilmə ehtimalı var. Təhlükəlidir bildiyiniz qədərilə. Yəni şüşələr sınsa, hər yerə tökülsə, kəsilmə ehtimalı var. Kəsilmə belə olsa, yəni sınır da. Xərcə düşmə ehtimalı çoxdur. Düzdür, qiymətinə təsir eləyir bunlar. Və bu duxovka barədə çox şeyi öyrənmişəm. Belə 3 pəncərəli olmağı daha yaxşıdır. Məsələn, elələri var ki, içərisində bir dənə də elələri var ki, içiləndir. Amma 3 pəncərəsi olanlar daha keyfiyyətlidir. İstini içərisində daha yaxşı saxlaya bilir. Belə, yəni bütün hər şeyi oxumuşam qısaca. Dediyim kimi, Xayerin bütün hər şeyi üst-üstə düşdü. Bir dənə o açılmaq qabiliyyəti xoşuma gəlmədi və əsas kriteriyalarımdan biri odur deyə Xayer alası olmadım sırf sobanı. Və sizdən soruşmaq istəyirəm ki, belə uyğun qiymətə çox belə məsələn baxdıqlarım var. Xoşuma gələnlər var mağazada. Gəndə hamısını açıb ötürəm. 150 min zada yazıblar, 150 min çox bahadır yəni. Düzdür, o kriteriyalar üst-üstə düşən elə qiymətlər olur. Amma istər-istəməz bəzən elə vaxtlar olur ki, endirimlər olur. Və yaxud istər-istəməz kimisə rastına çıxır, daha uyğun qiymətə, daha yaxşı keyfiyyətdə bir şeylər olur. Yəni tapmaq olar əslində. Əgər siz axtarışdasınızsa, belə bir yer bilirsinizsə, məsləhət görə biləcəyiniz belə bir texnika avadanlıqları satılan bir mağaza, marka varsa, xahiş edirəm mənlə bölüşün. Yəni dediyim kimi sadəcə soyuducu ilə soba yox, digər hər şey də lazımdır. Məsələn, varişli panel də lazımdır. Mikrovalovka da lazımdır. Əslində mikrovalovka ilə böyük bir fərqli bir şey almaq istəmirəm. Sadəcə adi bir şəkildə dizayna uyğun bir şey seçəsiyəm. Yəni onda belə flanşiyə olsun, feşmanşiyə olsun kimi kriteriyalarım yoxdur təbii ki. Sadəcə dediyim kimi belə ağ istəyirəm duxovkanı əslində. Bilmirəm, bəlkə fikrimi dəyişdirdim, tapmasam. Çünki
ağ alanda duxovka ilə mikrovolnovkanı üst-üstə qoyanda elə rənglər olur ki, ton olaraq bir-birinə uymur. Gönlüm ağdan yanadır. Ağ yenə axtarasıyam. Yenə nə bilim duxovkanı alası olsam mikrovolnovkanı qucağıma alıb yer duxovkanın yanına tutasıyam ki, çıraq rəngləri bir-birinə düşürüyorsayım. Amma yenə belə birini başqa mağazadan alalım, birini fərqli mağazadan alalım elmaq da istəmirəm. Çünki dediyim kimi, məsələn, burada çox adam yazır ki, ağ almışam, amma rəngləri bir-birinə tutmur. Çünki ağın milyon dənə tonu var. Düzdür, yəni kişi xeylaqlarından ötürü ağ sadəcə ağdır. Amma qadın xeylaqlarından ötürü ağın milyon dənə tonu var. Və istəyirəm ki, onlar üst-üstə düşsün. Yox, üst-üstə düşəni tapmasam, yenə zaten qara alasıyam. Amma yenə dediyim kimi, könlüm ağdan yanadır. Əgər belə ağ bir şeylər biliyorsunuzsa, xahiş edirəm, yazın yorumlarda. Gözləyəsiyəm. Əgər sizə də maraqlı olsa, indi burada mən vlog paylaşdıqca, xüsusən də ev vloglarına daha çox yorum gəlir bu barədə ki, biz də hazırlaşırıq, biz də köçürük, köçmə əvəzində yox və yaxud yeni köçmüşük. Əgər sizə də belə bir şeylər maraqlıdırsa, qiymətləri falan, mağazaya gedəndə baxasıyam zaten getməyi. Yenə hər dəfə mağazalara, fərqli mağazalara girəndə baxıram, göstərilirəm də belə ötəri deyək. Dəqiqliklə yox da ötəri. Yenə də oradakı qiymətləri də modelləri də çəkə bilərəm sizdən ötürü. Əgər maraqlı olsa təbii ki yaza bilərsiniz onu da. Yəni mən də sizə köməklik göstərmək istəyirəm və sizdən də köməklik gözləyirəm. Bir də onu deyim, ötən səfər bu qazanları falan aldıq. Qazan qismindən dediyim kimi qutardım. Tavaya bilmirəm, bəlkə baxdım, bəlkə baxmadım, amma tavadan öncə başqa bir şey almaq istəyirəm. Belə boşqaflar, qaşıqlar çıxır, ötüb keçib qavanma. Qərarımı vermişəm. Ağ alasıyam boşqafları, üstü bəzəkli və qaşıq olaraq bu bizim keçmişdə dədə-baba qaşıqlarımız olurdu. Alt hissələri belə vintajlı, bəzəkli. Onlardan almaq istəyirəm. Əgər sizin bildiyiniz Moskvada əslində baxa biləcəyim bir yer olsa, özüm əlimə alıb, yəni onlayn satılan yox da, mağazada və yaxud bilməm, bazara getmək istəmirəm. 3 dənə uşağı qoyub getmək çox çətin olur. Yəni ID ilə deyim ki, o birisiləri bağçaya qoyum, ID ilə deyim, ID ilə yenə çətin olur. İstər-istəməz boşqabda qapqacaqdır, sına bilmə ehtimalı var, dəyə bilmə ehtimalı var. Amma belə mağaza mı deyim, nə deyim bilmirəm. Məsləhət görəcəyiniz bir boşqab, qaşıq satılan bir yerlər varsa, onu da yazın zəhmət olmasa. Burada mən ötən səfər boşqab dəstə almışdım. Əslində evdə olan boşqablardan aparasıyam. Bir dənə dəstə almışdım, o dəstə aparasıyam. Dosta o, yəni belə biraz qışlıq dəstir deyirlər. Boz rəngdədir və qırmızısı da var. Belə yeni ilə aid, temaya aid bir şeydir yəni. Amma gündəlik belə işlətməyə ağ bir boşqab dəsti istəyirəm. Evdəkilərdən aparmayacağım. Çünki evdəkilərin hərəsi bir rəngdədir, hərəsindən bir dənə 2 dənədir. Ona görə bunları burada saxlayasıyam. Bəzilərini aparsam da yenə də bəzi şeyləri alasıyam. Belə əl altında işlədən, məsələn, bludalarım, zadım var. Onlardan aparasıyam, amma yenə də alınması şeylər də var. İndi bu çox şükür oyuncaqlarımı yavaş-yavaş satıram və o satılan pulları yığıram. Düşünürəm ki, onlara da o pula da elə bir şeylər alım. İstər-istəməz az da olsa, yəni biraz bütçəyə biraz xeyir verilmiş olum. Bir də Pünhana ötüb keçib deyirəm ki, bir də nəsə alma, nəsə alzad eləyəndə kuxnaya aid. Deyəm ki, kuxna mənimdir. Ev sənin ola bilər, amma kuxna mənimdir. Kuxna ilə bir şey yoxdur. İndi deyəm, mənim kuxnama istədiyim şeyləri qoy özüm alım. Çünki sabahdan Pünhana desəm, nəyizə qiyməti baha olsa və yaxud nə tərsi olsa, deyəzdir ki, evdəki boşqafları aparaq, evdəki nə bilim, nə eləyək və yaxud bu alma, bu al. Ona görə də Pünhana qoymaq istəmirəm. Nə yalan deyim, o boşqaf, qaşıq, belə estetik, bəzək-düzək şeylər edəyək də. Pünhana saxlamaq istəmirəm. Ona görə də mesajlarınızı, məsləhətlərinizi gözləyəsiyəm ki, mən hardan ala bilərəm. Bir də yadıma düşdü ki, mən oturmuşam, danışıram, video çəkirəm bir qıraqdan. Bütün ot nə yiyəsiyəm? Və o gün lobya bişirmişəm türən. Lobyanı 5 saat doğrayıb qutarım. Mən gedən. Yəni 1 kilo lobya nə olar, nə olmaz. 5 saata doğrayıb qutarmısın. Ayı dinandakı aman Allah, hamısını tökdü yerə, yarısını dişlədi. Bir xırdaları götürdü, tökdü. Bir böyükləri əlinə aldı, getdi. O bir otağa gəzdi, getdi, orada qoydu, gəldi. Nə qədər? Mən elə bir video çəkdim ki, qutarmı da, yəni lobya doğramaq, eləmək Instagramda paylaşdım. Sırazı hamı yazdı ki, siz niyə elə doğrayırsınız lobyanı deyir. Hamısını deyir, topallayın əlusa. Göyəti doğrayan kimi taxtanın üstünə qoyun, doğrayın. Bir yaşıma daha girdim, tüşlər demiş, vallah. Mən büyünə qədər onu niyə ağıl eləməmişəm.
Özüm də şokdayım. Bir gündən sonra lobiyanı o şəkildə doğru yazıyorum. Mən də qutarmır yoxsa valla. Dedim sizə də deyim, becəm arazdan bilməyənlər olaraq kakras yaydı. Çox adamın həyətində indi var da istər-istəməz bağı, həyəti bağçası olan. Mən də əçəsiyəm bu arada. Bilmirəm harda, ya həyətdə, ya yuxarıda, terasda. Mən də lobiyadır, xiyardır, zaddır. Burada bir dənə qrupa girmişim. Söhbət açırız. Sonra deyirsiniz, çox danışsın. Bir dənə qrup var, Ağorot qrupu, belə gül çiçəklər falan paylaşırlar, bağçaları olanlar, eləyənlər. Onlar ötür keçir, nə bilim, xiyar şəkli atırlar, pomidor şəkli atırlar, öz həyətlərindən yığdıqlarda, Rusiyada, bir də qonşularda. Biber şəkli atırlar, belə ötən səbəb bir qara rəngdə deyim, badımcan rəngdə biber atdılar. Bir gözəl idi da, bilmirəm dadına tədi, yəqin ki, adi biber kimdir. Yəni birinci dəfə də görürdüm o rəngdə biber, nə yalan deyim. Belə sarı, yaşıl, qırmızı nəysə də o rəngdə biberi ilk dəfə görürdüm. Nəysə elə fərqli şeylər eləmək fikrim var. Bir də bizim orada bir dənə qonşumuz var. Ötən səfər girəndə belə çox ev orada belə aynalı da, iki aynalı. Bir də baxıb görüm ki, aynada xiyarlar var. Xiyar evin içərisində promoyozda. Şeydə evin içərisində, pəncərənin qabağında da, içəridən yəni. Deyəm, amma evin içərisində idi, bu xiyarı. Əslində həyətdə də eləmək olar da, bir kim soyuğa görə eləməyik də həyətdə. Amma həyətdə eləyəsə olsa, üstünü bağlamaq olar. Nəysə, ora hələ çox var. Hardan gəldim, bilmədim. Hə, lobiyadan. Lobiyada əçəsiyəm, o gələcəkdə oralara. Öz həyətimizdən lobiya yemək Moskvada çox maraqlı olar. Şəkidə var, məsələn. Şəkidə kənddə də var, atam evində də var. Yəni hər dəfə belə yay gələn kimi düşüb həyətdən dənləyib yeyirdik. Mən də o şeylə böyüdüyümə görə bilmirəm. Ürəyim onu çəkir. Nənilə kənddən çıxsaq da kəkçilikdən çıxamırıq. Tam olaraq bundan vallahi. Takışda eləyəsi yox hamısını yavaş-yavaş. İzləmədə qalın. Da baxdım ki, video uzun oldu. Ona görə burada saxlamaq qərarına gəldim. Bir də o videoda onu qeyd eləmədim ki, bizim hələ elektrikimiz gələsdir. Yaxın günlərdə, yəqin ki, siz bu videonu izlədiyiniz ərəfələrdə artıq gəlmiş olasıdır və rozetkaları falan belə külçətirləri qoşası da eləyəsdir. Onları da seçmişəm. Bu listur aldığımız yerdən seçmişik onları da. Pünhanceyev götürəsidir indi. Onları da adi bir şəkildə seçdim. Bizim plintuslarımız ağ olduğuna görə ağ matvi seçdim. Yəni fərqli bir şey olmasın adi. Rozetka çox belə gözə çarpan, bəzəkli, düzəkli, qırağı işləməli şeylər var da indi moddadır. Bizim evin moduna çox uyğun deyildi. Yəni o görə adi, sadə bir şeylər seçmişəm. Onların şəkildə deyim ki, Pünhanceyev götürəsidir. İndi elektrikimiz də gəlsin. O ilə də sizi tanış eləyəsiz. Azərbaycanlıdır, həmkətlimizdir və bizdən ötürü sağ olsun gəlmişdi tənsifə, yenə gələsidir. Hə, Azərbaycanda işləyir əslində, yəni olur da fəaliyyət göstərir. Prosta bizim həmkətlimiz olduğuna görə və başdakı evi də o işıq işlərini o həll etdiyinə görə, yəni işini bildiyimizə görə, məsləhətli olduğuna görə burada gətirmək qərarına gəldik. Sağ olsun bizi qırmadı, gəldi. Yenə də dediyim kimi sizi də o ilə tanış eləyəsi yox. Lazım olsa siz də müraciət eləyə bilərsiniz. Bugünlük sizlə bölüşmək istədiklərim bu qədər idi. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşürüz. Sağ olun.